hissədən 0 yazmağı rəvanə deyirəm. Məsəl üçün 0,9 yazıram, götürmür. Bunu necə eləyirəm? Gəlirəm bax general hissəsindən xanaya text tipi verirəm. Buna artıq verildi text tipi seçilmiş xanaya. Baxın, indi düşdü. Məsələn, bir neçə xanaya belə seçib verə bilirəm. Seçirəm, gəlirəm text tipi verirəm, götürdü. Sonra sizin probleminiz nədə olacaq? Həmişə rəqəmlər sağ tərəfdə olmalıdır. Yazılar sol tərəfdə, yəni hərflə yazılar. Və belə bir şey var idi. Sətirdən sətrə, məsəl üçün yazdım salam. Necəsini yazmaq istəyirəm. Bir dəqiqə. Necəsən salam. Necəsən yazmağı alt enter vuracam, düşəcək aşağı. Alt düyməsi var. Alt enterlə necəsən yaza bilərəm. Bu formada. Yəni sətirdən sətrə həm budur, bir də burada wrap text o işi görür. Ya alt enteri vurun ya da o. Burada bu direction'dır, yəni sözü döndərir. Yəni bunun xanası biraz balaca olduğuna görə sözü düzgün döndərmədi. Yəni daha sonra nə deyim sizə? Probleminiz olacaq, baxın. Word-də nə var idi? Burada yoxdur. Bax, Word-də var idi, burada yoxdur. Bu üstü qüvvətdir. Qüvvətə yüksəldirdiyi. O burada yoxdur. Onu necə eləyəcəm? Məsəl üçün 2-nin kvadratı yazmaq istəyirəm. Yazıram bura. Ekran yaxşı görünür. Bəli, bəli. Yaxınlaşdırım. Hə, belə lap yaxşı görünür, hə. Hə. Yaxınlaşdırım. Biraz daha eləyim, bax biraz. Baxın. Bax, bura yazıram ki, 2-nin kvadratı yazmaq istəyirəm. Bir də 2 yazıram. Əvvəl bunu yazmamışdan, bunu belə yazsam, bunu belə seçsəm, 2-ni. Sağ düyməni, bax, seçdim. İkinci 2-ni seçmişəm, düzdürmü? Bax, ikinci 2-ni seçdim. Sağ düyməni buna vururam. Burada format cells var. Bax, format cells. Bunu vurdum. Açıldı bu cümlə menu. Bax, superscript qüvvətə yüksəldir. Subscript indeksə salır. Oku vurdum. Baxın, qüvvətə yüksəltdi. Amma olmadı, qalmadı. Niyə? Çünki siz bura text tipi verməlisiniz. Əvvəlcə text tipini verməlisiniz. Necə deyərlər, Excel-in xanasına ki, götürsün, yoxsa götürməyəcək. İndi 2 dənə 2 yenə yazıram. Burada yenə bunu seçdim. Sağ düyməni vurdum. Format cellsə girdim. Format cellsdən superscript seçdim. Oku vurdum. Bax, indi başqa xanaya keçsəm də o kvadrat orada qalacaq. Amma burada mən nə qədər eləsəm, bunu bu formada vurub, gəlib format cellsə girib, buradan superscript və yaxud da subscript eləsəm, o müvəqqəti qalır. Başqa xanaya keçən kimi pozulur. Yəni, mən mütləq şəkildə bunun kimi gələn burada text tipi verəm. Bax, texti verdim. Daha sonra gəldim, buradan 2-ni seçdim. Sağ düyməni vurdum. Format cellsə girdim. Bu səfər istəyirəm indeksdə yazsın. Baxın, artıq indeksdə yazdı. Aha. Daha sonra bizim başqa bir problemimiz olacaq. Tərsinə yazılmış yazılarla. Bunu merçes vurdum, yazdım. Buradan gəlirəm, qələm götürürəm. Bax. Bunu götürdüm. Bir də buradan border götürdüm. Hə. Baxın. Belə bir yazılar var idi. Yarısı yuxarıda, yarısı aşağıda yazı yazırdıq. Salam yazıram, məsələn, aşağı düşür. Amma burada yazıram, mərkəzə düşür. Bunu düzdür, alignmentdən də eləmək olar. Amma mən sizə sadə yolunu deyəcəm. Deməli, insertdə, fiqurların içində, baş shape-də var bu. Bax, burada belə qutucuq var, A. Bax, burada insert tabına keçdim. Illustration bölməsi.
Illustration Word-də bilirdiniz nədir? Picture gətirin, şəkil gətirmək, shape as var idi burada, fiqurlar. Bura girdim, mətn qutusu. Bunu götürdüm və bura yazıram salam. Bax, salamı yazdım. Artıq bu qutudur. Amma fikir verirsiniz, arxası ağ rəngdədir, şəffaf deyil. Çünki xanaları örtür. Baxın, xanaları örtür. Buna görə bunun format tabı açılır özünün. Bunun özünün format tabı açılır. Bax, bu format tabına gəlirlər, burada shape fill var. Baxın, shape fill. Bax, bundan gəlirəm no fill eləyirəm. Baxın, kənara çıxanda buradan bu çərçivə var. Xananın xətti görünmür. Amma no fill eləyəndə baxın göründü. Fikir verdiniz, şəffaflaşdı arxa. Amma bayaqdan arxa ağ rəngdə idi. İndi shape outline var. Shape outline-ə girdim. Baxın, bunun kənar xəttləri var. Mən bu tərəfə keçsəm də burada dördbucaq kimi olduğunu bildirir də. Yazı olduğunu hələ mən tam yazı şəklində yerləşdirə bilmirəm. Gələm burada shape outline-ə girirəm. Burada no outline, yəni kənar xəttləri istəmirəm. Outline kənar xəttlərdir. Vurdum. Bax, salam necə oldu? Bax. Fikir verin. Artıq bu formada yazdım. Və bunun üzərindən seçib Ctrl-C, Ctrl-V eləməklə, bax, Ctrl-V eləməklə 2 dənə eynisini yaratdım. İstərsən bunun içinə, nə bilim, nə yazırsan yaz. Yəni, sənə lazım olanı. Bu formada yaz, yerləşdir, bura qəşək. Yəni, başqa bir şeylə, başqa yollar çətin gələcək. Ən sadə yolu budur. Yəni, belə xətlə çəkilmiş yerlərdə çox istifadə olunur idarələrdə bu işlər. Aha, başa düşdük bunu da. Bunu da sildim. Aha, gəldim. İndi bu hissədə daha sonra burada var pul tipi. Məsəl üçün yazdım 22-ni, başqa xanaya keçdim. Bura gəlsəm, vursam pul tipinə keçəcək. Burada Azərbaycan manatı var, nə bilim, evro var, İngilis pulu var, Rus rublu var, dollar var. Bütün işarələrdən var. Seçirəm və yaxud da mora vururam, daha çox işarə. Baxın, buradan seçə bilirəm. Azərbaycan, nə bilim, Kazak, Rusiya, İngilisin neçə növü var burada, İngiltərə, sonra Hindistan, nə istəsiz var, Yapon pulu var. Yəni, hansını seçsəm o gələcək. Daha sonra burada faiz tipi var. Məsəl üçün, 22 yazıram, yenə. Başqa xanaya keçib bura gəlirəm, faiz tipi vururam, baxın, faiz tipini də göstərir. Daha sonra belə bir şey var, məsəl üçün yazıram 0.5. Gələm kənara, bu hissəyə gələndə, bura vuranda, buna bu götürmədi bunu, faiz tipini götürmədi, kəsr ədədlər götürmür. Aha, kəsr ədədləri götürmədi. Daha sonra burada yuvarlaqlaşdırma var. Yuxarı yuvarlaqlaşdırma var, aşağı yuvarlaqlaşdırma var. Məsələn, yazıram, deyim, 2 tam nöqtə 5 faiz getdi ki buna. Bax, bu şəkildə yazdım. İndi bura 6 atım, 7 atım, 9 atım. Bax, bu birinci olan yuvarlaqlaşdırmanı azaldır. Məsəl üçün, bunu vuranda hal-hazırda niyə işləmir, mən bilmirəm. Bax, bunu vuranda yuvarlaqlaşdırma azaldacaqdı, bunu vuranda yuvarlaqlaşdırma artıracaqdı. Bunu gəlin vergüllə yazım. Hə. Baxın, yuvarlaqlaşdırma artırır, 0 atır bura.
Amma bunu vuranda azaldır. Və rəqəmi getdikcə yığmalıdır. Prosta nəsə düz eləmir. Götürmür. Gərək bu günlərin vaxt eləyəm, təmiz bunun ayarlarını düzəldim. Baxın qızlar, bu yuvarlaqlaşdırma artırır, bu da azaldır kimi başa düşdük. Sonra burada var condition formatting. Bunu necə izah edeyim? Müjə keçirik təzə dərsə. Bu hissə ilə bitirdik. Bu hissədə hər hansısa bir sual var? Yox. Mən soruşurdum ki, məsələn, cədvəl qurdum da o dəfə, hə? O cədvəlin qıraqların rəngli eləmək, məsəl üçün necə eləmək olar? Hə, cədvəl qurdum. Məsəl üçün bir dənə cədvəl qurdum. Bax belə gəldim, buradan keçdim. All borders-ı vurdum. Cədvəlimdir bu mənim. Rəvanə. Bax. Hə. Onu məsəl üçün rəngli eləyim də, xəttlərin rəngli. Onu soruşurdum biz orada. Bax, burada line color var. Bax, line color. Xəttlərin rəngi. Qırmızını seçdim. Sonra yenə girirəm bura. Hamısı bax bu borders-in içindədir. Bir də line stil. Məsələn, 2 dənə xətti seçdim. Sonra məsələn 2 eləmək istəyirəm. Qırmızı olsun. Tutalım 2. Məsələn o yəni məsələn oranı qırmızı eləmək istəyirəm. 2 xətti eləmək istəyirəm. Bax, yəni qulaq as. Bax, hamısını seçdim, düzdürmü? Gəlib burada bax all borders-ı vursam, içi də çöldə hamısı qırmızı olacaq. Amma bax, bir də seçirəm buranı. Yox, bunu istəmirəm. Bax, outline, bir dəqiqə geri qaytaram, yoxsa olmayacaq. Bax, burada var outlines border. Bu təkcə kənar xəttləridir. Bax, kənar xəttləri elədir qırmızı. Mən məsələn... Onda birinci rəngi... Birinci rəngi seçirəm, girirəm ora, birinci rəngi götürürəm. Ondan sonra qaldırıram, xəttləri eləyirəm. Bəli, bax, bir ardıcıllıqla. Birinci buradan rəngi seçdim, qırmızını. Sonra rəngin stilini seçdim. Sonra bu rəngin stilini seçəndə buradan mənə belə qələm işarəsi gəlir. Bu mənə lazımdır. Gedib buradan bunu söndürürəm, istəmirəm. Bax, söndürürəm. Amma seçilmiş ərazidə o qalıb da. Gəlib bu yenidən bura girirəm. Məsələn, bunu vursam, bir də belə bir şey elədim. Bax, birinci elədim hər tərəfin çərçivəyə almaq. Düzdürmü? All borders-lə içli çöldə hərdir. Bu outlines borders-lə təkcə kənarları rəngləndir. Düzdürmü? Bax, vururam yenə. Bax, təkcə kənarları rəngləndi. Amma bəzən istəyirik ki, məsələn, bu üzrə bunun kənarları rənglənsin, bu kənarları da rənglənsin içəridə. Ortadakılar rəngli olmasın xəttlər. Onda yenə outline borders-ı vuracam. Bax, bu formada olacaq. Sonra istəyirəm ki, məsələn, bu ərazi üzrə, bu formada. Bu içəridəki qara xətt qalsın, amma bu təkcə seçdiyim ərazinin çölü. Onda yenə outline borders-dən istifadə edəcəm. Bax, burada, bax, bu formada oldu. Yenə məsəl üçün istəyirəm ki, içəridəkilər olmasın da, təkcə bu formada, məsələn, seçəcəm, edəcəm. Çox rahatdır. Başa düşdünüz? Başa düşdük. Onda mən bunu dayandırıram. İkinciyə keçək.